Əziz dinləyicilər, bir məsələ haqqında da istəyirəm münasibət bildirək. Bu bilirsiniz, İmişlidə Sadə Səmədov adlı bir Ağsaqqallar Şurasının güya bir rəhbəri var və bu 9 may qələbə günü bu parad gününü müəyyən musiqilərlə, Rusiyaya məxsus olan musiqilərlə, Georgi Lenti ilə və Azərbaycanın SSR bayrağını qaldırmaqla bir atəşfəşanlıq edib, belə deyək, bir Rusiya pərəstlik edib, bir Putinçilik eləmək istəyib. Putinin bu avanturasına qoşulub. Əvvəla onu deyək ki, Georgi Lenti nə deməkdir? Georgi Lenti Yekaterinanın dövründə çıxmış Rusiya şovinizmini, Rusiya işğalçılığını, imperiya siyasətini təmsil edir. O, Nəsimi Kinosunda yaxşı bir söz var, deyir ki, o tək deyil o. O tək deyil. Baxın, bu barədə ictimaiyyətdə müəyyən mən münasibətlərə rast gəldim və çoxusu da demək o ki, tənqidlə və doğruydu, düz eləyirlər, siz də edin. Siz də etdiyiniz nəticəsində ictimai rəyin ortaya qoyduğu münasibətdir ki, onu Ağsaqqallar Şurasından rədd edib atıblar qırağa. Ümumiyyətlə, bu cür ağsaqqal taxtabitləri, Rusiyanın taxtabitləri də Azərbaycan xalqını bu vəziyyədə qoyurlar. Azərbaycan xalqında həmişə Rus şovinizminin reklamını ediblər. Azərbaycan SSR bayrağını qaldırmaq nə deməkdir? Bu günləri Rusiya SSR bayrağını qaldırıb, Putin SSR bayrağını qaldırıb, bütün MDB ölkələrini işğal eləmək sözünü demək də, deməli, yerdə olan nümunələr də bunlardır. Heç birinin ağsaqqallığına, qara saqqallığına baxmaq lazımdır. Unutmayın ki, sizin balalarınızın da Azərbaycan xalqının faciələrində başında duran Rusiyadır və onun təmsilçiləri, onun bu yerlərdə olan təmsilçiləri onlardan daha təhlükəlidir. Və bu günləri ictimai rəy öz sözünü dediyinə görə onu uzaqlaşdırdılar. Əlbəttə doğrudur. Ona görə heç kəs susmamalıdır. Hər kəs bu barədə münasibət bildirməlidir. Bu münasibət bildirmə daha doğru bir münasibətdir və nə qədər ictimai rəydə belə münasibətlər çox olarsa, bir o qədər də yaxşıdır. Ümumiyyətlə anlamaq lazımdır ki, nə Rus dilinin reklamını etmək, nə Rusiyanın təbliğini etmək. Bizim canımızın da, bizim xilasımızın yalnız və yalnız bir yolu var ki, Rusiyadan hər bir mənada xilas olmaq və bu cür Rus şovinizmini həyata keçirdən insanların da vaxtında yerində dərsini vermək lazımdır. İmişli xalqı qeyrətli xalqı, mən bilirəm, onlar müxalif düşüncəli insanlardılar, çoxları. Nə əcəb onların içindən biri çıxıb bu ağsaqqalı tutub Georgi Lentini dartıb onun təpəsinə, başına çırpmayıb, mənəcə belə lazımdır. Əgər onu dartıb onun başına çırpsaydılar, inanın mənə, heç bir şəxs daha Azərbaycanın heç bir yerində belə bir risk etməzdi. Təşəkkür edirəm diqqətinizə görə.